Hakim komanda Almaniya Xarici İşlər Nazirliyinin rəsmi saytında yerləşdirilmiş məlumatın yenilənməsini yenidən tələb edir. Gürcü arzusunun nümayəndələri bildirirlər ki, bu məsələ ilə bağlı suallar dünən Weimar üçlüyü ölkələrin nümayəndə heyəti ilə görüş zamanı Almaniya Xarici İşlər Nazirinin nümayəndəsinə ünvanlanıb. Lakin Avrointeqrasiya Komitəsinin sədri Levan Maxaşvili inandırıcı cavab ala bilmədiyini deyib. Müxalifətin fikrincə Avropa İttifaqı Gürcüstan hakimiyyətinin legitimliyini tanımır və Almaniya Xarici İşlər Nazirliyinin saytındakı məlumat texniki səhv deyil, siyasi qərardır. Saytda hələ də Gürcüstanın prezidenti kimi Salome Zurabishvili, Xarici İşlər Naziri kimi isə İlya Darçeşvili göstərilir. Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu Gürcüstanla təhsil sahəsində əməkdaşlığı davam etdirəcək. Bu əməkdaşlıq çərçivəsində peşə təhsili və yenidən hazırlıq proqramlarının inkişafına dəstək verilməsi də nəzərdə tutulur. Bu məsələ Amerika Birləşmiş Ştatlarında keçirilən görüş zamanı Gürcüstanın təhsil naziri ilə fondun nümayəndəsi arasında müzakirə olunub. Tərəflər Gürcüstanla fond arasında davam edən layihələri və gələcək əməkdaşlıq perspektivlərini nəzərdən keçiriblər. Həmçinin cari ilin iyun ayında Gürcüstanda keçiriləcək BMT-nin Dövlət Xidmətləri Forumunun əhəmiyyəti vurğulanıb. Müxalifətin bir hissəsi hesab edir ki, Macaristan ssenarisi Gürcüstanda da təkrarlanmalıdır. Söhbət Macaristanda keçirilən parlament seçkilərindən gedir ki, burada müxalifət qələbə qazanıb. Onlar bildirirlər ki, hakimiyyət dəyişikliyi yalnız seçkilər yolu ilə baş verməlidir və bunun üçün seçicilərə daha aktiv ünsiyyət qurmaq vacibdir. Hakim komanda isə əmindir ki, Gürcüstanda müxalifət uğur qazana bilməyəcək, çünki onların fəaliyyəti xalqın iradəsinə ziddir və xarici qüvvələrin təsiri altındadır. Notariusların Beynəlxalq İttifaqının Avropa İşləri Komissiyasının iclası Tbilisidə keçirilib. İclasda daşınmaz əmlakın təhlükəsizliyi, hüquqi müdafiə, pulların yuyulmasına qarşı mübarizə və rəqəmsal notariat kimi mövzular müzakirə olunub. Tədbirdə 25 ölkədən 44 nümayəndə iştirak edir. Gürcüstan Daxili İşlər Nazirliyinin ekspert kriminalistika departamentinin nümayəndə heyəti Vaşinqtonda keçirilən beynəlxalq forumda iştirak edib. Rəqəmsal texnologiyalar sahəsində yeni çağırışlar və müasir istintaq metodları müzakirə olunub. Səfər zamanı iki əməkdaş təlim proqramının ilk mərhələsini keçib. Məqsəd peşəkarlığın artırılması və qurumun gücləndirilməsidir. Xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması və satışına kömək ithamı ilə Ukraynanın 2 vətəndaşı saxlanılıb. Axtarış zamanı onların üzərində və yaşadıkları yerlərdə sübut kimi metadon və narkotik maddələrin qablaşdırılması üçün materiallar götürülüb. Bu cinayət 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur. Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Livan ilə İsrail arasında atəşkəs razılaşmasını alqışlayıb. O bildirib ki, bu böyük bir rahatlıqdır, çünki münaqişə artıq çox sayda insanın həyatına son qoyub. İndi bizə yalnız müvəqqəti fasilə deyil, davamlı sülhə aparan yol lazımdır, deyə o qeyd edib. Onun sözlərinə görə Avropa Livanın suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsinə çağırışlar və Livan xalqına dəstəyi davam etdirəcək. ABŞ İranla razılaşma əldə etməyə çox yaxındır. Bu barədə Donald Trump bildirib və qeyd edib ki, İran 20 ildən artıq müddətdə nüvə silahına sahib olmamağa razılaşıb. Onun sözlərinə görə inanmaq çətin olsa da hazırda İranla münasibətlər çox yaxşıdır. Bu nüvə silahı olmadan bir razılaşma olacaq deyə o vurğulayıb. Rusiya İranla bağlı müharibədə qalib olmamalıdır. Bunu Almaniyanın Maliyyə naziri Lars Klingbeil bildirib. Onun sözlərinə görə Yaxın Şərqdə davam edən münaqişə fonunda Rusiya enerji baxımından fayda əldə edir və bu məsələ böyük yeddilik görüşündə Amerikalı tərəfdaşlarla müzakirə olunub. Bu yaxşı vəziyyət deyil və bu barədə açıq danışmalıyıq, deyə Almaniyanın Maliyyə naziri qeyd edib. Cüdo üzrə Avropa çempionatı Tbilisi şəhərində davam edir. Səhər saatlarından etibarən Tbilisi arenada 5 gürcü idmançı çıxış edib və onlardan 3-ü medal uğrunda mübarizəni davam etdirir. Dünən keçirilən yarışda Georgi Sardalaşvili qitə birinciliyində gümüş medal qazanıb. Yarışın ikinci günündən ilkin görüşlər saat 10:00-da başlayıb. Final blokunun canlı yayımı saat 16:00-dan etibarən Gürcüstanın birinci kanalında təqdim olunacaq.